Salam, hər vaxtınız xeyir olsun. Yeni gündə, yeni vloqla xoş gördük hər birinizi. Bugünkü vloqumda təmizlik etdim. Hərəsindən biraz olsa da, yəni vaxt edib, çəkiliş edib paylaşdım. Vaxt çox gedir, onun üçün çəkiliş edə bilmirəm. İşlərimi də tez bitirmək istəyirəm, onun üçün çəkilişi də çox edə bilmirəm. Belə qızlar, ilk öncə yataq örtüklərindən də yəni başladım. Bütün örtükləri də yataq pastelləri dəyişdim, üst örtüklərini də dəyişdim. Hava yaxşı idi, yuyulsun, qurusun. Belə sizlərə xoş izləmələr olsun. Videonu ilk başda bəyənsəniz, bəyənib bəyəni işarəsi qoymağı unutmayın. Belə sizlərə xoş izləmələr olsun.
Belə qızlar, bütün evləri, yəni yataq dəstlərini, örtüklərini hamısını dəyişdim. Evləri bütünüklə süpürüb tozunu aldım, toz soranladım. Sonda da xalçanın belə şotqaladım, üzərinə yəni təmizlədim. Yəni xalça təmizləyənlə yuzu tozla təmizlədim. Stulların üzərindən örtüklərini dəyişdim. Havada yaxşı idi, yuyuldu, qurulananlara sərdim. Yəni stul örtüklərini, sonra ütülənənləri ütülədim. Günortaya boş bişirdim. Çox ləzzətli, dadlı alınmışdı. Bu arada qaynım uşaqlar da bizdə idi. Özləri işləri var idi. Getmişdi uşaqlar bizdə idi. Onun üçün videonun içərisində yəni çəkiliş etdiyim zaman görünüblər. Bir də qızlar, Eltimi soruşurlar. Eltim qısa videolar paylaşır kanalında. Çoxlu suallar gəlir onunla bağlı. Qısa videolar paylaşır kanalında. İstəyən daxil olub videolara baxa bilər və şərhlərini də həmin videolarda qeyd edə bilərlər. Belə işlərimi bitirdikdən sonra boş bişirdim. Dediyim kimi tikə ətləri qoydum qaynamağa. Həm sadə, yəni tomatsız boş etdim. Yəni tomat atmadım. Rəngi qırmızı soğundurun, elə də yaxşı çıxmadıqda tomat atıram, əlavə edirəm. Belə əlavə tomatsız da etdim boş. Bir də tomatla əlavə də etdim. Tomat boş etdim. Çox dadlı və ləzzətli alınmışdı. Bu arada işləyənlər də var idi heyətdə. Yeməyi də hazırladım. Onların çayını da, şirniyyatlarını da hazırladım, verdim və keçdim digər işlərimi də görməyə. Və belə qızlar, artıq saat burada 3-dür təxmini. İşlərimi bitirmişəm, yeməyimizi yedik, yığışdırdım, yudum, təmizlədim. Sonda da yoldaşım özü üçün şalvar almışdı. Onu da ölçü-biçi edib ətik hissəsini paltar yapışdırıcısı ilə ütülədim. Sonra üzərindən ehtiyatla tikdim ki, üzərinə tikişi düşməsin. Bütün şalvarlarının ətəyini özüm evdə hazırlayıram. Yəni aparıb tikdirdikdə uzun qısa olur deyən evdə özüm həll edirəm. Bunu da həll edib yollandım hər zaman getdiyim salon, Zəhra Gözəllik salonuna. Saçıma rəng qoydurdum və digər işlərim də var idi. Onları da həll etdirdim. Sonra qayıtdım evə. Artıq bir neçə ildir ki, Zəhra Gözəllik salonuna gedirəm. Burada etdikləri işlər məni tam qane edir, razı qalıram. Və belə. Videonun sonuna gəldik. Videonu izlədinizsə, izləyib bəyəndinizsə, bəyəni işarəsi qoyub kanalıma abunə olmağı unutmayın. Sizin hər bir dəstəyiniz mənim videolarım üçün önəmlidir. Bunun üçün öncədən hər birinizə təşəkkür edirəm. Sağ olun, sağlıqla qalın.